Salam, hörmətli izləyicilər. Bugünkü videomda qısaca olaraq mən sizlərə Azərbaycanın gəmi nəqliyyatı tarixində baş vermiş ən böyük gəmi qəzası haqqında qısaca olaraq məlumat verəcəm. Nəzərinizə çatdırım ki, bu gəmi qəzası, Bərə qəzası, deməli 22 oktyabr 2002-ci il tarixində baş vermiş bir hadisədir. Məhz bu tarixdə Qazaxıstanın Aktau limanından Bakı istiqamətində üzən Merkuri 2 gəmisinin batması nəticəsində baş vermişdi. Hadisə yerinə Bakıdan olan məsafə 130 kilometrə bərabər olmuşdur. Bərədə 42 nəfər heyət üzvü, 16 nəfər isə sərnişin olmuşdur. Həmin gəmidə olan insanlardan 4 nəfərin meyidi aşkar olunaraq çıxarılmış, deməli 9 nəfər isə xilas edilmişdir. Digər insanlardan isə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Dövlətin deməli xilas etmə işlərinə nəzarət etməsi nəticəsində bu işlər deməli başa çatmışdır. Allah hamısına rəhmət eləsin, kanalıma abunə olmağı unutmayın.